1995-ci ildə konstitusiya qəbul edildi və ölkəmizdə yeni bir dövr başladı. O zaman ölkəmizin əsas məqsədləri siyasi prioritetləri müəyyənləşdirmək, ölkəmizin iqtisadi inkişafını təmin etmək və ən əsas da torpaqlarımızı işğaldan azad etmək idi. O dövrün başlanmasından artıq 30 il ötür və 30 il çox qısa bir zamandır. Bu 30 ildə biz nəinki siyasi prioritetlərimizi müəyyənləşdirdik, həmçinin biz beynəlxalq arenada sarsılmaz siyasi mövqeyimizi və güclü mövqeyimizi sərgiləyib, qoruyub saxlaya bildik. Həmçinin iqtisadi inkişaf təmin edildi və ən əsas da torpaqlarımız işğaldan azad edildi. 1995-ci ildə yeni dövr başlayarkən geosiyasi vəziyyət çox mürəkkəb idi və dövlətimizdə güclü bir fundamentə zərurət var idi ki, bu işlər həyata keçirilsin və o fundamentin banisi Ulu Öndər Heydər Əliyev idi. 5 il öncə biz 44 günlük vətən müharibəsinin qalibi olduq və daha sonra antiterror əməliyyatları həyata keçirildi və ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin edildi və beləliklə suverenitet tam təmin edilmiş oldu və ölkəmiz artıq yeni bir perioda, yeni bir qədəmə baş vurmuş oldu və beynəlxalq siyasi arenada artıq Azərbaycanı güclü bir dövlət, sarsılmaz siyasi mövqeyi olan, ədalətli və qətiyyətli qərarları icra edən bir dövlətə çevrildik və biz bunu qəhrəman şəhidlərimizə, şücaət göstərən qazilərimizə və ölkəmizə bu çətin dövrlərdə rəhbərlik etmiş ali baş komandanımıza borcluyuq. Mən bir vətəndaş cəmiyyəti üzvü olaraq və Azərbaycan vətəndaşı olaraq hər birimizə suveren və güclü Azərbaycanda yaşamağı arzu edirəm.